insan bu fikirləri bəlkə demək çox sadədir, amma bunun arkasında dayanan məzmun həqiqətən də böyük məzmundur və qürur vericidir hər bir vətəndaş üçün. Və əsası milli liderimiz tərəfindən qoyulan və möhtərəm prezidentimiz tərəfindən reallaşdırılan təhsil siyasətinin yeni mərhələsini bugün Qarabağımızda gözlərimizlə görürük. Bugün Qarabağ Universitetinin yaradılması, belə bir tədbirlərə ev sahibliyi etməsi ölkəmizin Qarabağın dirçəlişində təhsilə, ali təhsil inkişafına verdiyi dəyərin göstəricisidir. Bugün möhtəşəm salonumuzda Qarabağ bölgəsində çalışan orta məktəb müəllimləri, məktəblərimizdə çalışan o dəyərli insanlar iştirak edirlər. Bu da onun nümunəsidir ki, Qarabağımızda gedən quruculuq işlərində orta məktəblərin yaradılması, orta məktəblərin güclənməsi ön plandadır. Bu, təhsilin dövlətimiz üçün nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir. Və biz bugün 1-ci Qarabağ Təhsil Forumunda məhz təhsilimizdən, təhsilimizin gələcəyindən danışırıq. Bugün gələcəyimiz doğrudan da Qarabağda qurulur və bu gələcəyin məzmununda təhsilin önəmi hər birimiz üçün başa düşüləndir, anlaşılandır. Təhsil hər birimiz üçün bir dəyərdir. Təhsilin məzmununda müəllim dayanır, o dəyərli şəxsiyyət dayanır. Təhsilin məzmununda şagird, tələbə dayanır və onlar da bu təhsilin gələcəyini quran insanlar olur. Xüsusilə mən vurğulamaq istəyirəm ki, bugün toplaşdığımız təhsil forumu, Qarabağ Təhsil Forumu, Qarabağ Universitetinin Pedaqoji Fakültəsi tərəfindən təşkil olunan bir toplantıdır, bir müzakirə platformasıdır. Məqsədimiz pedaqoji təhsilin məzmunundan danışmaq, təhsilin gələcək müəllimlərin hazırlanmasında hansı məsələləri diqqətdə saxlamağı açıq platformada müzakirə etməkdir və bu tədbirə qoşulan hər kəs istər çıxışçı olaraq, istər qonaq qismində, istər iştirakçı qismində bu tədbirin baş tutmasına öz dəyərli töhfəsini verir. Müəllim, istədiyimiz odur ki, o dəyərli müəllim adını daimica tutar, o müəllim obrazını, müəllimin cəmiyyətdəki rolunu hər zaman bu dəyəri ona göstərə bilək, ona